Demək, deyir ki, trapesiyanın oturacaqları A1-dir, A1-dən böyükdür, yəni A1 oturacaqdır. C təvəzindən keçən müsbət alt oturacağı M nöqtəsində kəsir. Deyir, sahələri eyni olan iki fiqura ayrılır. Yəni demək istəyir ki, buradakı sahə ilə buradakı sahə bir-birinə bərabərdir. Onların sahələrin S götürürəm, sahələri bərabərdir. Sonra deyir ki, ispat edir ki, AM-in MD-yə nisbəti A-B-nin A+B-yə nisbətinə bərabərdir. Demək, burada alınan, kim deyir uşaqlar? Bu fiqur hansı fiqurdur? Trapesiya. Çünki düzbucaqlı deyil. Düzbucaqlı deyil. Trapesiyadır çünki iki tərəfi paralel olan dördbucaqlıdır bu. İki tərəfi paralel olan dördbucaqlı trapesiyadır. Trapesiyanın sahə düsturu necə idi? Oturacaqlar cəminin yarısı ilə hündürlüyün hansına. Bunu oturacaqların cəmin AM-i X götürürəm, MD-ni də Y götürürəm. Onda olacaq o yüzdəki S, A, B, C, M, A, B, C bərabərdir. Oturacaqlar cəmi X ilə B-nin cəminin yarısı vurulsun hündürlük. H da uşaqlar. Trapesiyanın oturacaqları paralel olduğuna görə bu üçbucağın hündürlüyü ilə bu trapesiyanın hündürlüyü eyni olacaq. Aydındır. A plus B, yəni X üstə gəlsin B bölü 2 vur H. Bu üçbucağın sahəsi isə S, MCD. MCD üçbucağın sahəsi 2də 1 AH. Yəni 2də 1 Y vurulsun H. 2də 1 Y vurulsun H. İndi deyir, bunlar bir-birinə bərabərdir uşaqlar. Yəni bunları bir-birinə bərabər eləyəcəm. X üstə gəlsin 1 bölünsün 2 vurulsun H-ı. Bərabər eləyəcəm 2də 1 Y vurulsun H-a. Buradan H-ları ixtisar eləyə bilərəm. 2-ləri ixtisar eləyə bilərəm. X plus B bərabərdir nəyə? Y-ə. Digər tərəfdən uşaqlar. AD ümumilikdə A-dır. X ilə Y-in cəmi A-ya bərabərdir. Demək, X ilə Y-in cəmi A-ya bərabərdir. Buradan diqqət edin, Y-i sol tərəfə keçirəm. X ilə Y-in fərqi də B-ni də sağ tərəfə keçirəndə mənfi B-yə bərabərdir. Tərəflərdə toplam üsulunu tətbiq eləsək, Y-lər gedəcək. Qalacaq X üstə gəl X. 2X bərabərdir. A ilə mənfi B-ni toplayanda A minus B-yə. Onda X bərabər olacaq A minus B bölünsün 2-yə. İndi X-i tapandan sonra gətirib X üstə gəl Y bərabərdir A-da X-in yerinə bunu yazıram. Onda X-in yerinə bunu yazsaq A minus B bölünsün 2 üstə gəlsin Y bərabərdir A-ya. Buradan da Y-i tapsaq A-dan çıxarıq A minus B bölünsün 2-nə. Ortaq məxrəci gətirsək. Ortaq məxrəc bunlar 2-dir. 2-ni vuranda 2A minus. Burada mənfi içəri təsir edəcək uşaqlar. Minus A plus B. Bu deyəcək A plus B bölünsün 2. Demək Y-də olduğu A plus B bölünsün 2. Bizdən istəyir ki, AM-in MD-yə nisbətli uşaqlar. AM bölünsün MD. AM-i nə ilə işarə eləmişik biz? X-lə. X-in MD-ni də nə ilə işarə eləmişik? Y-ilə. Bizdən X-in Y-ə nisbətini istəyir. X-i tapdıq. A minus B bölünsün 2. Y-i də tapdıq. A plus B bölünsün 2. 2-ləri ixtisar edirəm. Qalın nə? A minus B bölünsün A plus B. O da bizdən istəyirdi ki, AM-in MD-yə nisbəti nə olsun? A minus B bölünsün A plus B. Belə.